Dostlar, törəmə mövzusu səhifə 146-74 nömrəli məsələ. Fx bərabərdir m çıxı 7x kub çıxı 4x kvadrat üstəgəl 9x funksiyasının minimum və maksimum nöqtələri uyğun olaraq A və B-dir. A B-dən kiçik ədəddir. Bizdən soruşur ki, m parametrinin ala biləcəyi natural qiymətlərin cəmini tapın. Əvvəlcə dostlar, bu funksiyada m çıx 7 fərqlidir 0 yazmaq lazımdır. Çünki m 0 olsa, yəni 7-yə bərabər olsa, daha doğrusu m çıx 7 0 olsa, m 7-yə bərabər olsa, onda bu funksiya sadəcə 4x kvadrat üstəgəl 9x olur. M fərqidir 7 şərtini götürdükdən sonra bu funksiyanın törəməsini tapırıq. Yəni m çıx 7 vur x kub çıx 4x kvadrat üstəgəl 9x funksiyasının törəməsi tapılır. Törəməsini taparkən bilirsiniz ki, 3 qarşıya düşür, olur 3m çıx 7 üstü 1 vahid azalır, x kvadrat, 2 qarşıya düşür, olur 8x və 9x-in də törəməsi 9 olur. Yəni funksiya, fx funksiyası bu şəkildə oldu. Bu da görürsünüz ki, əslində kvadrat funksiyasıdır da, ax kvadrat bx üstəgəl c. Maksimum və minimum nöqtəsi olduğuna görə deməli diskriminantı, yəni 2 dənə kökü var da, x1, bu da x2. 2 kökü varsa, demək ki, diskriminant 0-dan böyük olmalıdır. Yəni bu funksiyanın diskriminantını tapırıq. B kvadrat, yəni mənfi 8-in kvadratı 64 çıx, 4 vurulsun A, A-sı baxın 3 vurulsun m çıx 7-dir. B kvadrat çıx 4, A, C, C-si də 9-dur. Bu 0-dan böyük olmalıdır. Bunu həll eləsək, mənfiyə böləndə işarə dəyişir, 7 tam 27-də 16. Yəni m 7-dən kiçik ədədlərdir. 7-dən kiçik ədədlər 1, 2, 3, 4, 5, 6, 7 olmaz. Çünki 7 görürsünüz burada yazmışıq. M 7-dən fərqli olmalıdır. 1-dən 6-ya qədər ədədlərin cəmi də 21 eləyəcək. N vur M plus 1 bölü 2 düsturu ilə tapsaq.